Azərbaycanda icra nümayəndəsinin qardaşı güllə yarasından ölüb. Hadisə Biləsuvar rayonunun Təzəkənd kəndində qeyd alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhluloğlu yaşadığı evin həyətində güllə yarası alıb. Yaralı Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. İlkin olaraq onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur və hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, İqbal Bağırov evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib, daha sonra o ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarından birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır. Hadisə ilə bağlı təbibdən açıqlama bildirilib və qeyd olunub ki, martın 6 saat 20:30 radələrində 1968-ci il təvəllüdlü kişi cinsli şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasında ölü vəziyyətdə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.